Səfərin sirri, ümidin qapıları uzaq dağların qoynunda, quru torpaqların, sıx meşələrin və axan çayların bir-biri ilə ahəng yaratdığı, qədim ənənələrin və unudulmuş nağılların hələ də ürəklərdə yaşandığı bir diyarda Səfərin sirri, ümidin qapıları adlı nağıl başlayırdı. Bu diyarın sakinləri üçün hər gün yalnız yeni bir başlanğıc, həm də keçmişin dərslərini və itkilərdən sonra doğan ümidin sədasını xatırladan bir işıq idi. Hər kəs həyatın çətinlikləri ilə mübarizə apararkən qəlblərində gizlənmiş o incə işığı yaşatmağa çalışırdı. Hekayəmizin qəhrəmanı Tural uşaqlığından bəri kəndin dar-daş küçələrindən, evlərin pəncərələrindən sızan işıqla böyümüşdü. Nənəsinin hər kəsin içində bir işıq var, oğlum, o işıq sənə həyatın sirrini, ümidin və sevgini bildirər sözləri onun ruhunda dərin izlər buraxmışdı. Lakin son illərdə kənddə baş verən iqtisadi çətinliklər, quraqlıq və təbiətin sərt şəraiti insanların ümidlərini, sevinclərini zəiflətdi. Hər günün sonunda, günəş batanda, ulduzların səmada parıldadığı anlarda, kəndlilər keçmişin unudulmuş nağıllarını xatırlayır, lakin gələcəyə dair ümidlərini itirirdilər. Bir səhər Tural evinin arxasındakı kiçik bağçada gəzərkən diqqətini cazibədar bir şey çəkdi. Orada uzun illərdir kimsənin diqqətinə çatmayan köhnə alma ağacının altında, parlaq və sanki sehrli bir meyvə, incə işıq saçan alma ona fərqli bir enerji bəxş edirdi. Tural həmin almanı əlinə götürdükdə ürəyində sanki dərin bir səs yüksəldi. O, öz içində bu meyvə sənin həyatını dəyişəcək, sənə yeni ümidlər bəxş edəcək deyən bir pıçıltı eşitdi. O an Tural anladı ki, bu alma adi bir meyvədən çox, insan ruhunun sirlərini, keçmişin və gələcəyin qapılarını açan bir simvoldur. Bu sehrli alma Turalın içində böyük bir ümid və maraq oyatdı. O, artıq yalnız gündəlik həyatın sıxıntılarından qurtulmaq istəmədi, həm də öz içindəki səsi tapmaq, həyatın əsl mənasını kəşf etmək və bu sirri bütün insanlarla paylaşmaq arzusu ilə doldu. Beləliklə, o, atasının ona miras qoyduğu köhnə xəritənin, nənəsinin dediklərini və içində yanan böyük arzunu götürərək, Səfərin sirri adlandırdığı öz səyahətinə başladı. Tural, kəndin dar-daş yollarından çıxaraq, geniş düzənliklərə, sıx meşələrə və dağların ətəyinə doğru yola düşdü. Yol boyu ulduzların səmada rəqs etdiyi, quşların nəğmələrinin eşidildiyi, küləyin isə hər çətinliyin arxasında yeni bir ümid var deyən sədasını hiss etdiyi bu aləmdə, Tural hər addımında öz içindəki səsi daha da aydın eşitdi. Dağların sərt qayalıqları arasında süzülən günəş işığı ona keçmişin unudulmuş nağıllarını və hər itkidən sonra doğan yeni başlanğıcların sədasını çatdırırdı. Yolçuluğu zamanı Tural müxtəlif yerlərdə müxtəlif insanlarla qarşılaşdı. Bir dəfə uzun və yorucu dağ yolunu keçərkən o, sərin bir bulağın kənarında dayanıb axan suların sədasını dinlədi. Bulağın suyu o qədər şəffaf idi ki, o, öz əksini görərək, hər damla suda min illik nağıllar, hər şırıltıda itkilərdən sonra doğan ümidin sədası var deyə düşündü. Bu səs ona, biz yalnız öz iç səsimizi dinləsək, həyatın ən böyük sirrini, ümid və sevgi sədasını, kəşf edərik mesajını çatdırdı. Turalın səyahəti təkcə təbiətin möcüzələrini kəşf etməklə kifayətlənmədi, o, həm də müxtəlif kəndlərə, şəhərlərə səyahət edərək, orada yaşayan insanların həyat hekayələrini, ənənələrini və öyrətdikləri dəyərləri öyrəndi. Bir kənddə yaşlı bir qadın Turalın yanında oturub, keçmişdə yaşadıkları çətinlikləri, itkiləri və sevincləri bölüşərkən belə dedi: "Əziz oğlum, həyat yalnız qazandıqlarımızla ölçülmür. Hər itki, hər kədər sənin üçün yeni bir başlanğıc, yeni ümidlər bəxş edər. Biz yalnız ürəyimizin səsini dinləsək, hər çətinliyin arxasında gizlənən dərin hikməti anlaya bilərik." Bu sözlər Turalın ruhunda yeni bir işıq oyatdı. O, artıq anladı ki, həyatın əsl mənası yalnız öz içimizdə, qəlbimizin dərinliyində gizlidir, həm də biz hər kəsin həyatından, hər kədərin, hər itkin arxasında doğan ümid dolu mesajlardan ilham alaraq öz nağıllarımızı yaradırıq. Nəhayət, uzun və dolu səyahətindən sonra Tural kəndə qayıtdı. Qayıtdığı zaman o, artıq yalnız bir gənc kimi deyil, həm də həyatın sirlərini, keçmişin hikmətini və gələcəyin ümid dolu mesajını daşıyan, ruhu dərin, qəlbi parlaq bir şəxsə çevrilmişdi. Kənd sakinləri onun üzündəki dəyişiklikləri, dərin düşüncəli baxışlarını və öz iç səsinin eşidildiyini dərindən hiss etdilər. Bir axşam kəndin meydanında böyük bir toplanış təşkil olundu. Ulduzların parlaqlığı altında odun sobasının ətrafında toplaşan insanlar Turalın səyahətindən, keçdiyi çətinliklərdən və tapdığı ümid dolu mesajlardan bəhs edən hekayələrini dinləmək üçün bir araya gəldilər. Tural meydanda sakit, lakin güclü səs tonuyla belə başladı: "Əziz dostlar, hər kəsin içində eşidilən o səs həyatın ən böyük sirridir.
Biz yalnız öz iç səsimizi dinləsək, hər kədərin, hər itkin arxasında gizlənən dərsi anlaya və gələcəyin ümid dolu işığını qəlbimizdə daşıya bilərik. Həyat yalnız qazandıqlarımızla deyil, həm də itirdiklərimizdən sonra necə yenidən doğduğumuzla ölçülür. Gəlin, hər çətinliyi sevgi və inamla qarşılayaq və hər kədərin arxasında gizlənən yeni bir başlanğıcın olduğunu xatırlayaq. Bu sözlər meydandakı hər kəsin qəlbində dərin izlər buraxdı. İnsanlar artıq yalnız gündəlik sıxıntılarla məşğul olmurdular və onlar hər anı, hər duyğunu, keçmişin hikmətini və gələcəyin ümid dolu mesajını bir araya gətirərək öz həyatlarını yenidən qurmağa başladılar. Kəndin dar küçələrindən, evlərin pəncərələrindən sızan işıq, ailələrin bir araya gəldiyi gecələr, bunların hər biri Turalın öyrətdiyi dəyərlərin, iç səsinin və ümidin bir simvoluna çevrildi. Zaman keçdikcə Turalın səyahətindən və öyrəndiyi dərslərdən topladığı dərin hikmət kəndin gəncləri arasında böyük inqilab yaratdı. Onlar yalnız məktəbdə əldə etdikləri biliklə kifayətlənməyib, öz hissəsini tapmaq, keçmişin hikmətindən ilham alaraq gələcək üçün böyük arzular bəsləməyə başladılar. Hər kəs öz içində doğan səsi eşidərək həyatın bütün çətinliklərini sevgi və inamla aşdı və hər kədərin arxasında doğan yeni ümidləri yaratdı. Nəhayət, Tural öz öyrəndiklərini və səyahət zamanı topladığı hər nağılı, hər sədanı bir kitab halına gətirməyə qərar verdi. O, Ümidin Ruhu, Sonsuz Səyahət adını verdiyi bu əsərdə yalnız fiziki səyahətimi deyil, həm də ruhi, daxili səyahətimi, öz hissəsini dinləyərək həyatın bütün rənglərini, duyğularını və notlarını necə bir araya gətirdiyimi təsvir etdi. Kitabın hər səhifəsində oxuculara həyatın hər çətinliyinin, hər itkinin arxasında doğan ümidin mesajı xatırlanır, hər kədərin sonunda yeni bir başlanğıcın əhəmiyyəti vurğulanırdı. Kitab nəşr olunanda kənddə və ətraf bölgələrdə böyük maraq oyandı. İnsanlar kitabın hər bir səhifəsində öz həyatlarından bir parça tapır, keçmişin hikmətini və gələcəyin ümid dolu işığını hiss edirdilər. Məktəblərdə, ictimai toplantılarda və ailə yığıncaqlarında Ümidin Ruhu, Sonsuz Səyahət sətirləri hər kəsə həyatın ən böyük sirrini, öz hissəsini eşitmək, keçmişin hikmətindən və gələcəyin ümidindən ilham almaq xatırladırdı. Hər kəs qaranlıq gecələrin sonunda ulduzların parlaqlığı altında öz qəlbində doğan o səsi eşidərək həyatın bütün çətinliklərini sevgi və inamla aşır, yeni ümidlərlə dolu addımlar atırdı. Bu hekayə Ümidin Ruhu, Sonsuz Səyahət yalnız Turalın fərdi səyahətini və öyrəndiyi dərsləri əks etdirmir, o, həm də bütün bir cəmiyyətin, hər kəsin öz içində gizlənən, bəzən susqun, bəzən coşqun olan o səsi, həyatın, sevginin və ümidin əbədi melodiyasını ifadə edir. Biz, hər kəs, qaranlıq gecələrin sonunda, ulduzların parlaqlığı altında öz qəlbimizin səsini dinlədikcə həyatın bütün rənglərinin, duyğularını və notlarını bir araya gətirərək öz nağıllarımızı və əbədi macəramızı yazırıq. Bu bizim əbədi səyahətimizdir. Hər kədərin, hər itkin arxasında doğan yeni bir ümid, hər çətinliyin sonunda parlaq bir başlanğıc bəxş edən, dərin hikmətin, unudulmuş nağılların və öz hissəsinin əbədi melodiyasını daşıyan nağıldır. Həyatın ən böyük sirri yalnız yaşadığımız anlarda deyil, həm də o anların içində gizlənən dərin səs və ümidlərdədir. Biz yalnız ona qulaq asdıqca hər kədərin, hər itkin arxasında yeni bir ümid doğar və həyatın əsl mənası, sevgi, inam və ümid bizə əbədi işıq saçar. İndi ulduzların parlaqlığı altında hər kəs öz hissəsini eşitsin, çünki hər addımda, hər dalğanın sədasında, hər qəlbdə doğan o ümid bizim gələcəyimizi daha parlaq və mənalı edəcək. Bu, bizim bütün bir cəmiyyətin və hər kəsin öz içində tapdığı, eşitdiyi və inkişaf etdirdiyi o səsi, həyatın, sevginin və ümidin əbədi melodiyasını ifadə edən əbədi macəramızdır.